Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Gələk bugün şagirdlərin qorxulu rüyası olan söz yaradıcılığı mövzusuna baxaq görə söz yaradıcılığı mövzusunda hansı problemli məqamlar var və inşallah ki o problemli məqamların hər birini üzə çıxardarıq və aydınlaşdırırıq. Söz yaradıcılığı mövzusunda uşaqlar, söz yaradıcılığı deyəndə nə başa düşürsən? Kök və şəkil deyirsən. Sözün kökü nədir? Sözün kökü deməli bu işarə ilə işarələnir. Deməli, sözün kökü nədir? Sözün leksik və qrammatik mənası olan hissəsinə sözün kökü deyilir. Aha, ayrılıqda mənası olan, leksik və qrammatik mənası olan hissəsinə ayrılıqda deməli nə deyirlər? Kök deyirlər. Yəni buradan da yola çıxaraq nə deyə bilərik? Söz yaradıcılığında nələr iştirak edə bilər? Söz yaradıcılığında yalnız və yalnız əsas nitqsələr iştirak edə bilər. Niyə? Çünki biz əsas nitqsələrini aydınlaşdırarkən demişdik ki, sözün həm leksik, həm də qrammatik mənası olan sözlərə deməli nə deyirlər? Əsas nitqsəsi deyirlər. Deməli, köməkçi nitqsələr söz yaradıcılığında iştirak edə bilərmi? Yox. Niyə? Çünki onların qrammatik mənası, leksik mənası yoxdur. Aha, şəkilçilər nədir? Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə nə deyirlər? Deməli, şəkilçilər deyirlər. Şəkilçilər deməli iki cür olur, leksik və qrammatik şəkilçilərdir. Məsələn, dır şəkilçisini ortaya qoyaq, dır üstü dır şəkilçisinə baxaq. Məsələn, dır üstü dır şəkilçisində görürsünüz nə deyirik? Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi. Məsələn, dır şəkilçisinin hər hansı bir ayrılıqda işlənən məqamı varmı? Yoxdur. Onda deməli nədir? Bu da deməli şəkilçi mövqeyində işlənəcək və bunların da leksik yox, sadəcə qrammatik mənası olacaq. Ümumiyyətlə şəkilçilərin deməli leksik yox, sadəcə qrammatik mənası olacaq. Deməli buradan da belə bir yol çıxırıq. Deməli, dilimizdə olan hər bir sözün və yaxud da şəkilçinin qrammatik mənası var. Başa düşürsünüz? Okay. Aha, daha sonra söz yaradıcılığında uşaqlar bizim qarşımıza nə çıxa bilər? Söz yaradıcılığında bizim qarşımıza çıxa bilər bir deməli sözün kökü nədir? Sözün kökü nədir? 2. Başlanğıc forma. Forms deyək. 3. Deməli, söz nədən əmələ gəlib? Söz nədən əmələ gəlib? Aha, söz nədən əmələ gəlib? Sözün kökü nədir deyəndə uşaqlar, sözün kökü bu işarənin daxilində olan hissəyə nə deyirlər? Sözün kökü deyirlər. Sözün başlanğıc forması nədir? Sözün başlanğıc forması da deməli, sözün qrammatik şəkilçiyə qədər olan hissəsini nə deyirlər? Sözün başlanğıc forması deyirlər. Söz nədən əmələ gəlib deyəndə, söz nədən əmələ gəldiyini sözün leksik şəkilçisindən bir vahid əvvələ baxırıq. Gəlin baxaq. Məsələn, belə bir söz deyək. Düz, gün, lük, dən, bir. Aha, belə bir uzun bir sözdür. Baxaq görək, gəlin bunu kök şəkilçiyə ayıraq. Düz sözün kökü, düz sözünə düzgün, düzgünlük, dən və dir şəkilçisi. Aha, qrammatik şəkilçiyə ayırdıq. Uşaqlar, gəlin baxaq. Sözün kökü deyəndə nə başa düşürsən? Bax, bu hissənin daxilində olan hissədir. Sözün başlanğıc forması deyəndə uşaqlar nəyə başa düşür? Sözün başlanğıc forması o deməkdir ki, sözün sonuncu leksik şəkilçi daxil olmaqla olan hissəsini nə deyirlər? Sözün başlanğıc forması deyirlər. Yəni bura sözün başlanğıc forma bərabər deyil qrammatik şəkilçiyə. Yəni heç zaman deməyək, Azərbaycanda heç zaman deyə bir ifadə yoxdur. İndi daha sonra deyəcəm. Deməli, sözün başlanğıc forması deyəndə qrammatik şəkilçini ora daxil eləmirik. Əksərən 99%. Aha. Deməli, sözün başlanğıc forması nədir? Sözün başlanğıc forması sözün leksik şəkilçisi daxil olmaqla olan hissəsini nə deyirlər? Sözün başlanğıc forması deyə bilərlər. Bəzən ola bilər ki, heç sözlü leksik şəkilçisi olmasın. Məsələn, tutaq ki, get sözü. Aha, get sözü görürsünüz uşaqlar, qrammatik şəkilçisi yoxdur. Elə bunun başlanğıc forması hara olacaq? Get sözün özü. Nəyə görə deyirəm uşaqlar? Azərbaycan dilində heç vaxt deməyin. Bax məsələn, tutaq ki, elə bir şəkilçilər var ki, indi onu daha sonra qrammatik şəkilçiləri deyəcəyik. Gildir, dakıdır, sızdır. Bu kimi şəkilçilər nə eləyir? Bu kimi şəkilçilər uşaqlar qrammatik şəkilçisindən sonra gələ bilir. Aha, sözə əvvəlcə leksik şəkilçi qoşulur, daha sonra isə qrammatik şəkilçi qoşulur. Amma Azərbaycan dilində istisna məqamlar var ki, məsələn, tutaq ki, əmimgildəki. Əmimgildəki. Aha, əmri sözün kökü olacaq. Söz səhv yazdım. Gözləyim dəqiqə. Əmim, gil. Amma əmimgil yazaq da. Əmri sözün kökü əmim, mənim əmim, gil nədir? Leksik şəkilçidir. Leksik şəkilçilər. Aha, bax sonra bunun başlanğıc forması nədir? Sonuncu leksik şəkilçisi daxil olmaqla olan hissəsidir. Qrammatik şəkilçi ola bilər. Amma istisnalar nədir? İstisnalar qaydanı pozmur. Gildir, dakıdır, sızdır. Bu kimi şəkilçilər qrammatik şəkilçilərdən sonra da qoşula bilər. Aha, deməli sözün başlanğıc forması nədir? Sözün başlanğıc formasını biz nə edirik? Sözün başlanğıc formasında sözün deməli sonuncu leksik şəkilçi olmaqla olan hissəsinə, daxil olmaqla olan hissəsinə nə deyirlər? Sözün başlanğıc forması deyə bilərlər. Bəzən ola bilər ki, sözün kökü ilə başlanğıc forması da eyni olsun. Məsələn, tutaq ki, bayaq dedim, getmək sözü olsun. Get,
getmək. Aha, bunun başlanğıc forması kökü nədir? Getdir. Magmaq nədir? Qrammatik şəkilçilərdir. Bunun başlanğıc forması harada olacaq? Get sözü olacaq. Niyə? Çünki qrammatik şəkilçidən bu tərəfə olan hissədir. Söz nədən əmələ gəlib deyəndə isə uşaqlar, sözün sonuncu leksik şəkilçisini, elə bil bax belə silirik və sonuncu leksik şəkilçisidən bir vahid əvvələ baxırıq. Deməli, sözün sonuncu leksik şəkilçisindən bir vahid əvvələ baxanda burada nə qalır? Düzgün sözü qalır da. Düzgün. Aha, deməli, sözün nədən əmələ gəlməsini bilmək üçün leksik şəkilçisindən bir vahid əvvələ baxırıq. Deməli, bu söz nədən əmələ gəldi? Düzgün sifətindən əmələ gəldi. Başa düşdünüz? Okay. Daha sonra, uşaqlar, deməli, dilimizdə sözlərin yaranma üsuluna görə iki cür olur. Bunlardan biri leksik üsullardır, digəri isə qrammatik üsullardır. Bir, leksik, iki nədir? Qrammatik üsul. Qrammatik üsul. Leksik üsul uşaqlar nədir? Leksik üsul demək olar sizə çox düşməyən bir üsuldur. Leksik üsul nədir? Leksik üsul yadınıza saxlayın ki, Azərbaycan dilində amonimlərdir daha çox. Daha çox nələrdir? Amonimlərdir. Bax, məsələn, tutaq ki, ay sözü. Ay sözü uşaqlar. Ay sözü bir ola bilər planet mənasında tutaq ki, bir də ola bilər ay. Məsələn, yanvar, fevral, mart. Bax, görürsünüz uşaqlar. Yəni ki, leksik üsul nədir? Daha çox amonimli olan sözlərdir. Başa düşdünüz? Qrammatik üsul nədir? Qrammatik üsulda isə yadınıza saxlayın ki, qrammatik üsulda iki cür olur. Biri morfoloji yolla yaranan üsullar, digəri isə nələrdir? Sintaktik yolla yaranan üsullar. Morfoloji yolla yaranan üsullar daha çox leksik şəkilçi hesabına yaranan üsullardır və buradan deməli belə bir nəticə çıxır ki, morfoloji üsulla testdə belə bir sual düşə bilər. Tutaq ki, desə ki, morfoloji üsulla yaranan sözləri tapın. O dəqiqə siz nəyə tapacaqsınız? Düzəltmə sözləri. Yəni tərkibində leksik şəkilçi olan sözləri tapacaqsınız. Yəni düzəltmə sözləri tapacaqsınız. Sintaktik üsul nədir? Sintaktik üsullar isə məsələn tutaq ki, mürəkkəb sözlərdir. Məsələn tutaq ki, ayaqqabı. Ayaqqabı sözündə, ayaq sözü var, bir də qabı sözü var, qab sözü var da. Deməli, bu söz nədir? Mürəkkəb sözdür. Mürəkkəb söz olduğuna görə nə olacaq? Deməli, sintaktik üsullar yaranacaq. Amma tutaq ki, sənə desə ki, dənizçi sözü, dənizçi. Dənizçi sözündə, deməli, dəniz sözün kökü olacaq, çidən olacaq leksik şəkilçi. Deməli, bu nə ilə yaranacaq? Morfoloji üsulla yaranacaq. Başa düşdünüz? Okay. Daha sonra, uşaqlar, şəkilçilərin növlərinə gəlir. Şəkilçilərin növləri Azərbaycan dilində iki cür şəkilçi var. Bunlardan biri nədir? Bunlardan biri leksik şəkilçilərdir, digəri isə qrammatik şəkilçilər. Leksik şəkilçilər nədir? Leksik şəkilçilər daha çox deməli, bir, yeni söz düzəldən şəkilçilərdir. Deməli, nədir? Söz düzəldən şəkilçilərdir. İki, morfoloji qrammatik şəkilçilər nədir? Qrammatik şəkilçilər də söz dəyişdirici şəkilçilərdir. Nələrdir? Söz dəyişdirici şəkilçilər. Dəyişdirici. Yadınıza saxlayın ki, əgər sizə belə bir sual verə bilər, tutaq ki, desək ki, sözün formasını dəyişən şəkilçi deyəndə forma dəyişən şəkilçilər nədir? Forma dəyişən şəkilçilər qrammatik şəkildir. Qrammatik şəkilçilərdə nədir? Bax, bu şəkildir. Bunun işarəsi nədir? Bu şəkildədir. Söz düzəldən şəkilçilər nədir? Leksik şəkillər. Leksik şəkilçilərdə yarımçıq, üstbucaq formasında olan şəkilçilərdir. Başa düşdünüz? Azərbaycan dilində deməli, leksik şəkilçilər nəyə deyilir? Leksik şəkilçilər həm alınma ola bilər, həm milli ola bilər, həm alınma ola bilər, həm də milli ola bilər. Amma söz dəyişdirici, yəni ki, qrammatik şəkilçilər nədir? Qrammatik şəkilçilər isə uşaqlar, yadınızda saxlayın ki, milli şəkilçilərdir. Yalnız və yalnız nədir? Yalnız milli şəkilçilərdir. Qrammatik şəkilçilərə iki dənə nitq hissəsinə rast gəlinir Azərbaycan dilində. Bir, isimlərdə rast gələ bilir, bir də nələrdə? Feillərdə rast gələ bilir. İsimlərdə rast gəlsə, tutaq ki, məsələn, cəm şəkilçiləridir, cəm şəkilçisidir, hal şəkilçisidir, mənsubiyyət şəkilçiləridir, şəxs xəbərli şəkilçilərdir, bunlardır. Amma feillərdə hansılar ola bilər? Məsələn, tutaq ki, zaman şəkilçiləri ola bilər, idi, imiş, isə hissəcikləri ola bilər, feili bağlama şəkilçiləri ola bilər, feili sifət şəkilçiləri ola bilər, məslərin şəkilçisinin özü ola bilər, daha sonra feilin şəkillərinin şəkilçisi, məsələn, vacib şəkilinin şəkilçisi, malı üstüki şəkilçisi nədir? Deməli, qrammatik şəkilçilərdir. Daha sonra, uşaqlar, yadınıza saxlayın ki, deməli, şəkilçilərin gəlmə yeri var. Şəkilçilərin gəlmə yeri, yadınıza saxlayın ki, qrammatik şəkilçilər bir qayda olaraq Azərbaycan dilində leksik şəkilçilərdən sonra gəlir. Yəni, sözün sonlarında gələn şəkilçilərdir. Amma, deməli, leksik şəkilçilər sözün müxtəlif yerlərində gələ bilər. Məsələn, tutaq ki, bir sözün əvvəlində gələ bilər, sözün əvvəlində bu şəkildə gələ bilər, bir də sözün sonunda gələ bilən şəkilçilərdir. Məsələn, tutaq ki, bax, na, bi, ba, la, a, anti şəkilçiləri var. Na, məsələn, tutaq ki, na, məlum sözü. Məlum sözü var dilimizdə. Na şəkilçisi onda nə olacaq? Leksik şəkilçi olacaq və ön şəkilçilər nə olacaq? Leksik şəkilçilərdir. Və yaxud tutaq ki, deyirəm ki, kitabxana sözü. Kitabxana
Xana. Kitabxana sözündə kitab sözünün kökü olacaq, xana nə olacaq? Leksik şəkilçi olacaq. Başa düşdünüz uşaqlar? Yadınızda saxlayın ki, dəftərxanadır, kitabxanadır sözlərində bir qayda olaraq bunlar xana şəkilçisi nədir? Şəkilçidir. İran dilində, yəni İran nədir? İran dilində xana ev deməkdir. Normal bir sözdür. Amma Azərbaycan dilində bu şəkilçidir. Başa düşdünüz? Kitabxana nədir? Yəni kitabların cəm olduğu yer mənasını ifadə eləyəcək. Daha sonra buna uyğun olaraq nə deyə bilərik? Bir də Azərbaycan dilində uşaqlar əvvəlcə sözün kökü gəlir, sonra leksik şəkilçi gəlir, leksik şəkilçi gələ bilər və yaxud da sonra qrammatik şəkilçi gələ bilər. Amma elə ola bilər ki, aha yerimizi bildilər, studiyamızda mesaj gəldi. Amma elə ola bilər ki, uşaqlar yadınızda saxlayın ki, sözə kök gələ bilər, qrammatik gələ bilər, daha sonra leksik gələ bilər. Bunlar istisnavi məqamlardır. İstisnavi məqamlardır. Bax, tutaq ki, əmimgildəkisi. Gildir, dakıdır, sızdır. Bu kimi şəkilçilərdə əmim, gil. Əmi sözün kökü olacaq, qrammatik şəkilçi olacaq, mənsubiyyət şəkilçisidir. Gil nə olacaq? Leksik şəkilçi. Və bu sözün başlanğıc forması belə olacaq. Başa düşdünüz? Sözün başlanğıc forması da sözün hansı nitq hissəsi olmasıdır. Məsələn, tutaq ki, əmimgil sözüdür. İndi hansı nitq hissəsi olduğunu siz tapa bilərsiniz. Başa düşdünüz? Daha sonra uşaqlar, gələk şəkilçidə sözü necə təhlil edirik? Yadınızda saxlayın ki, Azərbaycan dilində söz yaradıcılığı bir növ şagirdlərin qorxulu rüyasıdır. Niyə qorxulu rüyasıdır? Bir növ. Uşaqlar, onlar söz yaradıcılığında hər zaman çətinlik çəkilir. Müəyyən qədər çətinlik çəkilir. Amma söz yaradıcılığını tapmağın belə bir asan yolu var ki, söz yaradıcılığına məna bağlılığına hər zaman fikir verməlisən. Nə etməlisən? Məna bağlılığına hər zaman fikir verməlisən. Məsələn, tutaq ki, sənə nə deyək? Yelləncək sözünü deyək. Yelləncək. Yelləncək sözündə. Bax, yel sözün köküdür. Elə yel mənası nədir? Yelləncəklə yel arasında yelləncəklə yellər arasında fərq ola bilərmi? Yəni oxşar cəhət var. Niyə? Yel sözünün mənası nədir uşaqlar? Külək. Elə yelləncəkdə də küləyə deyirik də biz. Elə yel sözündən yellə ola bilər. Ola bilər. Daha sonra yellə sözündən yellən. Yelləyəndə nə edirsən? Yellənirsən da. Və yellən sözü ilə yelləncək. Gördünüz, məna bağlılığı var. Deməli bu nə olacaq? Deməli bu söz köfə şəkilçiyə ayıra biləcək. Daha sonra məsələn tutaq ki, süpürgə sözü. Süpürgə. Süpürgə sözündən məsələn süpür sözündən süpürgə əmələ gələ bilərmi? Bəli. Bəs bu söz nədən əmələ gəlibdi? Bu söz süpür feilindən əmələ gəlibdi. Niyə? Çünki biz sözün nədən əmələ gəldiyini bilmək üçün deməli leksik şəkilçidən bir vahid əvvələ baxırıq. Başa düşdünüzmü? Okay. Daha sonra gələk uşaqlar şəkilçilərə. Şəkilçilərdə baxaq görək hansı məqamlar var. Şəkilçilərdə uşaqlar belə bir məqam var ki, şəkilçilər parçalana bilir. Məsələn, parçalanan şəkilçilər lan şəkilçisi ola bilər. Bu həm parçalanıb bu şəkildə ola bilər, həm də lan şəkilçisi bu şəkildə ola bilər. Buna uyğun olaraq laş şəkilçisi var. Laş şəkilçisi həm bu şəkildə ola bilər, həm də bu şəkildə, bütöv şəkildə götürülə bilər. Intı şəkilçisi var. Intı şəkilçisi həm bu şəkildə ola bilər, həm də bütövlükdə götürülə bilər. Daha sonra intı idi, lan idi, laş idi, daha sonra nələr var idi? Qoy biraz düşünüm. Maz şəkilçisi var. Maz şəkilçisi uşaqlar bir bu şəkildə ola bilər, bir də bu şəkildə ola bilər. Daha sonra bir hecanın tərkibində olan dın şəkilçisi var. Bir bunu bu şəkildə eləyə bilərsən, bir də bu şəkildə eləyə bilərsiniz. Gəlin indi baxaq indi müəyyən qədər hansı problemli məqamlar var baxaq. Baxın uşaqlar, bir də onda çılıq şəkilçisi. Çılığı da bu şəkildə eləyə bilərsiniz. Bir də bütövlükdə bu şəkildə eləyə bilərsiniz. Uşaqlar, yadınızda saxlayın ki, əgər baxın, lan şəkilçisi nə zaman parçalanır? Lan şəkilçisi o zaman parçalanar ki, sən bax, laya qədər olan hissədə laya əgər maq qoşa bilirsənsə, o zaman bu parçalanacaq. Bax, məsələn, tutaq ki, deyirəm ki, cəsarətlənmək sözü olsun. Bir də tutaq ki, deyirəm ki, nə deyək? Cəsarətlənmək, bir də sulanmaq sözü olsun. Sulanmaq sözü. Bax, cəsarətlənmək sözünü gəlin sözün tərkibinə görə təhlil edək. Cəsarət sözünün kökü olacaq. Elə? Cəsarət sözündən cəsarətlə deyə, bax, lan lə şəkilçisini görəndə şagird o dəqiqə nə etməlidir? Başa düşməlidir, ya bu parçalanacaq, ya da parçalanmayacaq. Laləyə bir maq artırırsan. Cəsarətləmək deyə bir söz var, cəsarətləmək yoxdur. Elə? Onda deməli nə edəcək?
parçalanmayacaq, bir götürüləcək. Maq da nə olacaq? Qrammatik şəkilçi. Amma sulanmaq sözündə tutaq ki, deyirəm ki, ağac sulandı. O zaman su sözün kökü olacaq. Su sözündən sula, sulanmaq sözü olduğu üçün sulanmaq sözü var da dilimizdə. La parçalanacaq, n parçalanacaq, maq da nə olacaq? Qrammatik şəkilçi olacaq. Başa düşdünüz? Buna uyğun olaraq la şəkilçisi var. La şəkilçisi məsələn tutaq ki, baxın, deyirəm ki, salamlaş maq. Salam sözün kökü olacaq. Bax, salamlamaq deyə bir söz var, var. Ona deməli nə eləyəcək? Parçalanacaq. Salamla, salamlaş, maq da nədir? Qrammatik şəkilçi. Bir də buna uyğun olaraq bunun əksi olan bir söz var. Məsələn, tutaq ki, vidalaşmaq sözü. Vidalaşmaq sözü. Vida sözün kökü. Vidalamaq deyə bir söz var, yoxdur. Ona deməli nə eləyəcək? Parçalanmayacaq. Daha sonra maq nə olacaq? Qrammatik şəkilçi olacaq. Uşaqlar, bax, bayaq sulanmaq sözünü dediyim, Azərbaycan dilində bir yağlanmaqdır. Yağlanmaq. Bir də sulanmaq sözüdür. Sulanmaq sözüdür. Sulanmaq sözüdür. Sən bunu həm parçalaya bilərsən, həm də parçalaya bilməzsən. Tutaq ki, bax, deyirəm ki, Arifin saçı yağlandı. Arif yəni o qədər çimiyibdir, pintuşqadır. Ona deməli nə olacaq? Arifin saçı yağlanıbdır. Bax, o zaman yağ sözün kökü olacaq. Arifin başını gətirib kimsə yağlamır ki, yox, bu adam çimmir da, duş almır. Onda deməli nə edəcək? Yağlan sözün kökü lan leksik şəkilçi olacaq, maq nə olacaq? Qrammatik şəkilçi olacaq. Bir də deyirəm ki, sini yağlandı. O zaman sinini kimsə yağlayır da. Məsələn, analarımız, bacılarımız sini yağlayırlar da, tutaq ki. O zaman yağlanmaq. Yağ sözün kökü, yağ sözündən yağla, yağlan, maq nə olacaq? Qrammatik şəkilçi olacaq. Sulanmaq sözü də bunu kimidir. Bax, tutaq ki, desəm ki, ağac sulandı. O zaman su sözün kökü olacaq. Su sözündən sula, yəni ağacı kimsə sulaya bilər da, sulan, maq şəkilçisi nə eləyəcək? Qrammatik şəkilçi olacaq. Daha sonra bir də deyirəm ki, tutaq ki, Arifin gözü sulandı. Arif sulu gözdür. Arifin gözü sulandı deyəndə isə sulandı, süləndi yazdım. Sulandı. Arifin gözü sulandı olanda isə Arifin gözünü kimsə gətirib sulamır ki, yox. O zaman nə eləyəcək? Su sözün kökü olacaq. Lan nə eləyəcək? Bir gedəcək. Yəni, Arifin gözü sulandı mövqeyində lan parçalanmayacaq. Daha sonra la şəkilçisində uşaqlar bir də daşlaşmaq sözü var. Bu sözlərdə istisna sözlərdir, bu sözlərdə yazarsınız. Daşlaşmaq sözündə daşlaşdı. Tutaq ki, deyirəm ki, sement daşlaşdı. Sement daşlaşdı. Onda deməli, daş sözün kökü olacaq. Sementi kimsə daşlamır ki, yox. Sementin öz-özünə daşlandığı üçün daş sözündən daşlaş əmələ gələcək. Yəni, laş bir gedəcək. Bir də tutaq ki, deyirəm ki, uşaqlar daşlaşır. O zaman daş sözün kökü olacaq, daşlamaq sözü olacaq və daşlaşmaq sözü olacaq. O zaman nə eləyəcək? La və laş parçalanacaq. Başa düşdünüz? Okay. Uşaqlar, bir də testlərə ən çox düşən sözlər nədir? Testlərə ən çox düşən sözlər alovlanmaq sözü var. Alovlanmaq sözü var. Daha sonra rastlaşmaq sözü var. Rastlaşmaq sözü var. Alovlanmaq da rastlaşmaqdır. Uşaqlar, yadınızda saxlayın ki, bəzən bizi çaşdırır. Bax, dilimizdə yadınızda saxlayın ki, alovlamaq deyə bir söz yoxdur. Başa düşdünüz? Testlərə tez düşən sözdür, qəbula da düşə bilər, eyni zamanda buraxılışa düşə bilər. Alov sözün kökü olacaq. Alovlan sözünü görəndə alov sözün kökü lan nə eləyəcək? Leksik şəkilçi olacaq. Çünki dilimizdə mövcud vəziyyətə görə alovlanma deyə bir söz, alovla deyə bir söz yoxdur. O zaman nə edəcəksən? Alovlanı bir götürəcəksən. Başa düşdünüz? Amma odlanmaq sözündə odlanmaq. Amma od sözün kökü, od sözündən odla və odlan sözü olacaq. Başa düşdünüz? Odlamaq deyə bir söz var. Amma alovlamaq deyə bir söz nədir? Yoxdur. Kapiş? Rastlaşmaq sözündə isə, uşaqlar, mövcud vəziyyətə görə dilimizdə rastlamaq deyə bir söz yoxdur. Sən işlədə bilərsən. Ay müəllim, mən işlədə bilirəm. Balam, yaxşı eləyirsən. Əcəb eləyirsən, amma düz eləmirsən. Niyə? Çünki dilimizdə rastlamaq deyə bir söz yoxdur. Mən də çox istəyərdim olsun. Amma mövcud vəziyyətə görə nədir? Yoxdur. Ona deməli, nə edəcəksən? Rastlaşmağı bir götürəcəksən. Başa düşdünüz? Okay. Amma odlanmaq sözü var. Tutaq ki, qarşılaşmaq sözündə, gəlin də baxaq. Qarşılaşmaq. Qarşılaşmaq sözündə. İndi bir özünüz deyin görün hələ. Bu söz parçalanacaq yoxsa yox? Parçalanacaqmı? Evet, parçalanacaq. Yes. Qarşı sözün kökü olacaq. Bu qarşı daha sözün kökü. Qarşıla sözü var, qarşılanmaq varmı? Var. Deməli, nə edəcək? Parçalanacaq. Laş parçalanacaq. Başa düşdünüz? Okay.
Daha sonra ıntı şəkilçisi. Intı şəkilçisi də elə bunlarla bərabər bir şəkilçidir uşaqlar. Intı şəkilçisi həm parçalana bilər, həm də parçalana bilməz. Məsələn, tutaq ki, görüntü sözü. Görüntü. Aha, ıntı şəkilçisini görürsən, ıntı şəkilçisini görəndə sənin beynində belə bir alqoritm olur ki, ıntı şəkilçisi həm parçalana bilər, həm də parçalana bilməz. Bəzi mövqelərdə parçalana bilir, bəzi mövqelərdə parçalana bilmir. Amma sən bura maq qoşa bilirsənsə, gör sözün kökü. Gör sözündən görün əmələ gəlir, gəlir. Göründən görüntü əmələ gəlir, gəldi. Deməli nə olacaq? Deməli parçalanacaq. Amma ovuntu sözü var. Ovuntu sözü. Ovuntu sözündə ov sözün kökü uşaqlar dilimizdə ovunmaq sözü var. Ovunmaq sözü var. Amma ovunmaq nədir? Ovunmaq sakitləşməkdir. Başa düşdünüz? Sakitləşmək. Deyirlər filankəs filankəsi ovutdu. Yəni nə elədi? Ovutmaq, sakitləşmək mənasıdır. Ovuntu sözü isə bütövlükdə nə isə nə eləməkdir? Parçalamaqdır da, ovursan da əlinlə nə edirsən? Bir növ onu xıncırsan. O zaman nə olacaq? O zaman ovuntu nə eləyəcək? Bir gedəcək. Başa düşdünüz? Məsələn, tutaq ki, sıxıntı sözü var. Sıxıntı. Sıxıntı sözündə sıx sözün kökü olacaq. Sıxınmaq sözü var. Sıxınmaq. Deyirlər, filankəs çox sıxınmaq. Oldu? Olmadı. Deməli nə eləyəcək? Bir gedəcək. Başa düşdünüz? Okay. Daha sonra çılıq şəkilçisinə gələk. Çılıq. Çılıq şəkilçisi uşaqlar bu şəkildə ola bilər. Bir də çılıq elə bu şəkildə ola bilər. Başa düşdünüz? Bir leksik şəkilçisi ola bilər, iki leksik şəkilçisi ola bilər. Necə başa düşəcəksiniz? Bax, bunun üçün əsasən nə etmək lazımdır uşaqlar? Əsasən mövcud vəziyyətə görə, bax görün məndə var mı proqram? Baxaq. Bax, orfoqrafiya lüğəti var. Bax, orfoqrafiya lüğətindən. Orfoqrafiya lüğətindən daha çox istifadə edəsiniz. Bax, məsələn, tutaq ki. Bax, bir deyirəm ki, düşmənçilik sözü. Düşmənçilik sözündə uşaqlar, düşmən sözün kökü olacaq. Düşmənçi deyə bir söz var, düşmənçi yoxdur. Onda deməli nə edəcək? Bir leksik şəkilçisi olacaq. Başa düşdünüz? Bir də tutaq ki, deyirəm ki, qoyunçuluq sözü. Qoyunçuluq sözündə isə qoyun sözün kökü, qoyun sözündən qoyunçu deyə bir söz var. Gəlin baxaq görək varmı? Baxaq. Məsələn, qoyunçu. Qoyunçu sözü gördünüz? Var. Deməli nə edəcək? Deməli, qoyunçu, leksik, lıq nə eləyəcək? Leksik şəkilçi olacaq. Bir də çobançılıq sözü var. Çobançılıq sözündə isə çoban sözün kökü olacaq. Çobançı deyə bir söz olmadığına görə lıq nə olacaq? Deməli, çılıq nə eləyəcək? Bir şəkildə gedəcək. Başa düşdünüzmü? Burada sizə uşaqlar sual sala bilərlər. Məsələn, tutaq ki, deyə bilərlər ki, bir leksik bir hecalı şəkilçinin tərkibində iki şəkilçi ola bilər. Bəli, ola bilər. Məsələn, la şəkilçisi görürsüz bir hecalı şəkilçidir və bunun tərkibində nə edə bilər? İki şəkilçi ola bilər və yaxud da lan şəkilçisi. Və yaxud da sənə belə bir sual verə bilərlər ki, iki hecalı şəkilçinin tərkibində bir leksik şəkilçi ola bilər və yaxud da bir şəkilçi ola bilər. Bəli, ola bilər. Dakı. Məsələn, görürsüz, dakı nədir? Dakı deməli iki hecalı şəkilçidir. İki hecalı şəkilçi olmasına baxmayaraq nədir? Deməli bir şəkildə bir leksik şəkilçidir. Başa düşdünüzmü? Və yaxud da maz şəkilçisi uşaqlar. Maz şəkilçisi yadınızda saxlayın ki, həm leksik şəkilçi ola bilər, həm də qrammatik şəkilçi ola bilər. Leksik şəkilçi olanda, məsələn, bu ən çox qanmaz sözündə verirlər. Bir də sönməz sözündədir. Qanmaz sözü uşaqlar iki cür təhlil oluna bilər. Qan sözünün kökü ola bilər. Məsələn, tutaq ki, qanmaz adam şəklində versə, qanmaz adam. Bu söz sifət olacaq və bir leksik şəkilçi şəklində gedəcək. Başa düşdünüz? Bu söz nədən əmələ gəlibdir? Feildən əmələ gəlmiş sifətdir. Başa düşdünüz? Bir də məsələn, sönməz arzular. Sön sözünün kökü maz nədir? Leksik şəkilçidir. Amma bu qrammatik şəkilçi olanda maz şəkilçisi nə edəcək? Parçalanacaq. İki leksik şəkilçi olacaq. Yadınızda saxlayın ki, mır şəkilçisidir və maz şəkilçiləridir. Bunlar feilin qeyri-qəti gələcək zaman, yəni ar şəkilçisi və indiki zaman şəkilçisi, ır şəkilçisi. İnkarda işlənərkən inkar şəkilçisi hansıdır? Ma üstü 2 şəkilçisidir. Ma üstü şəkilçisi qəbul eləyərkən həmin bu manın ası düşəcək. Yəni ki, bax görürsən və ar şəkilçisi az şəkilçisinə çevriləcək. Başa düşdünüz? Amma burada bax mır şəkilçisi, mır üstü 4 şəkilçisi görürsüz uşaqlar. Deməli, manın yalnız ası düşübdür, ır eləcə olubdur. Olaraq qalıbdır. Məsələn, tutaq ki, deyirəm ki,
Jonathan işə gəlməz. İşə bu gün gəlməz. Gəlməz. Aha, görürsünüz feildir. Gəl sözün kökü olacaq. Mamə qrammatik şəkilçisi olacaq. Az nədir? Qrammatik şəkilçisi. Başa düşdünüzmü? Aha. Uşaqlar, bir mənalı olaraq hansı şəkilçiləri parçalayırsınız? Gəlin biraz da onlardan sizə danışaq. Bax, dım şəkilçisidir. Daha sonra dım şəkilçisidir. Daha sonra dıq şəkilçisidir. Mır şəkilçisidir. Mat şəkilçisiləridir. Bunlar deməli qrammatik şəkilçi mövqeyində nə eləyəcək? Parçalanacaq. Aha. Dım şəkilçisi isə bu şəkildə də ola bilər. Bir də bu şəkildə də ola bilər. Aha, gəlin baxaq indi. Bax, ən çox işlədin sözündə, işlədindir, ütülədindir, bu kimi sözlərdə məsələn tutaq ki, işlədin. Aha, işlədin sözündə mən bunu siz işlədin şəklində desəm, iş sözündən işlə, işlət in şəklində olacaq. Amma sən işlədin deyəndə, məsələn tutaq ki, deyirəm ki, sən çox işlədin. O zaman iş sözün kökü olacaq, lalə, leksik, d qrammatik, in qrammatik şəkildə olacaq. Başa düşdünüz? Okay. Və yaxud da gəldim sözündə. Apardım söz olsun. Apardım. Aha, dım var. Apar sözün kökü olacaq, dım şəklində olacaq. Və yaxud da ki, apardıq şəklində. D şəklində olacaq. Başa düşdünüz? Mır şəklində, mat şəklində. Nə eləyəcək? Feil kimi işləndikdə parçalanacaq. Daha sonra nələr qaldı uşaqlar? Gərək deməli sözlərdə bir növ şəkilçilərin fərqləndirilməsi var. Şəkilçilərin deməli, bax, Azərbaycan dilində bir aq şəkilçisi var, bir də ıq şəkilçisi var. Iq üstü 4 var, bir də aq üstü 2 var. Yadınızda saxlayın ki, açıq saytlarla başlayanda, şəkilçi açıq saytlarla başlayanda o 2 variantlı olur. Qapalı saytla başlayanda 4 variantlı olur. Bir də şəkilçini, məsələn, bax, şəkilçinin işarəsi bax, bu şəkildə versə, bu danmaq feili ola bilər və yaxud da dan, səhər mənasını ifadə edir. Amma tutaq ki, dan şəkilçisini bax, bu variantda versə, bu deməli şəkilçidir. Başa düşdünüz? Şəkilçinin arxasında defis işarəsi olmalıdır. Yaxşımı? Elə dan şəkilçisindən söhbət düşmüşkən, onu deyək ki, dan şəkilçisi həm leksik ola bilər, həm də qrammatik şəkilçi ola bilər. Yadınızda saxlayın ki, çaydan sözündə, çaydandır, qəddandır və yaxud da güldan sözündəki dan leksik şəkilçidir və bu dan bir variantlı şəkilçidir. Yəni sənə bu gətirib dan üstü 2 versə, bax bu şəkildə versə, bu yalan bir fikirdir. Başa düşdünüz? Çaydandır, güldandır, qəddandır, bu kimi şəkilçilərdə sənə maksimum belə verə bilər. Başa düşdünüz? Okay. Amma dan üstü 2 şəkilçisi var ki, qrammatik şəkilçilərdir. Məsələn, tutaq ki, deyirəm ki, atadan. Atadan. Aha, atadan oğula. O da nə olacaq? Qrammatik şəkilçi olacaq. Çaydan sözünü iki cür başa düşə bilərsiniz. Bir məsələn tutaq ki, deyirəm ki, çaydan qaynadı mənasında olanda bu zaman nə olacaq? Leksik şəkilçi olacaq. Bir də deyirəm ki, çaydan keçdim. Keçdim. Çaydan keçdim mənasında olanda isə bu nə olacaq? Qrammatik şəkilçi mövqeyində işlənəcək. Daha sonra uşaqlar, dır şəkilçisi var. Aq şəkilçisi və ıq şəkilçisindən qalmışdı. Bunu deyək, sonra dır şəkilçisini deyərik. Dır yazaq bura yadımızdan çıxmasın. Aha, aq və ıq şəkilçisi var uşaqlar. Yadınızda saxlayın ki, bəzən ola bilər ki, bu sözün sonunda gələndə adətən bunların ası və ığı düşür. Və şagirdlər, yəni bu şəkildə ola bilir. Q şəklində və yaxud da elə bu ola bilər, ki şəklində ola bilər. Bir də q şəklində ola bilər, bir də ki şəklində ola bilər. Bax, yadınızda saxlayın ki, uşaqlar. Bax, məsələn, bir var, titrək sözü var, titrək sözü var. Bir də tutaq ki, çürük sözü var. Çürük. Gəlin baxaq görək elə. Bax, titrək sözün kökü ki leksik şəkilçisi, çürük sözün kökü ki leksik şəkilçisidir. Elə, bəs buradakı kilər nədir? Yadınızda saxlayın ki, bax, necə fərqləndirirsən? Bax, ki şəkilçisindən əvvəl, əgər qapalı sayt varsa, bax, görürsünüz, burada ü var. Deməli, bu nədir? Bu deməli, bu şəkilçi ıq şəkilçisidir. Başa düşdünüz? Bax, görürsən, ki şəkilçisindən əvvəl a var. Yəni, açıq sayt var. O zaman deməli, nə olacaq? Bu aq üstü 2 şəkilçisi olacaq. Başa düşdünüz? Okay. Understand? Yes. Daha sonra dır şəkilçisi uşaqlar həm leksik şəkilçisi ola bilər, həm də qrammatik şəkilçisi ola bilər. Leksik şəkilçisi olanda adətən bu söz deməli nə olur? Feil düzəldir. Məsələn, tutaq ki, deyirəm ki, yazdırmaq. Yazdırmaq. Aha, yadınıza saxlayın ki, uşaqlar. Əgər dır şəkilçisindən sonra maq şəkilçisi qoşa bilirsənsə, bu bir növ nə olur? Leksik şəkilçisi ola bilir.
Başa düşdünüz? Amma maq şəkilçisi qoşa bilmirsənsə, o zaman nə olacaq? O zaman deməli qrammatik şəkilçi olacaq. Məsələn, tutaq ki, kitabdır sözü. Kitabdır. Kitabdır maq deyə bilirsən? Deyə bilirsən? Yox. Bunun nə olacaq? Qrammatik şəkilçi olacaq. Daha sonra. Bir də uşaqlar, bu şəkilçilərin fərqləndirməsi var. 2 üstü 4 var, bir də q üstü 4 var. Bunları fərqləndir. Q üstü 4 adətən yazıda 2 üstü 4 kimi gedir. Bax bu şəkildə olur. Bir də var 2 üstü 4 orijinal. Biri var çakma iPhone, bir də var orijinal iPhone. Başa düşdünüz? Bir növ bunu hesab eləyin kişi beyni, bir də bunu hesab eləyin qadın beyni. Yəni bir növ qadın beyni də dəyişir də. Bu eləcə durmadan dəyişir, durmadan fikirlər bunun ağlına gəlir. Bu yetim eləcə şey olur. Əgər yadınızda saxlayın ki, iki şəkilçisi zaman mənalı sözlərə qoşulursa, bir də adətən ım şəkilçisindən, ın şəkilçisi, qrammatik şəkilçisindən sonra gəlirsə, məsələn tutaq ki, bax bu günkü. Bu zaman nə olacaq? Bugünkü sözündə bax görsən zaman mənalı sözə qoşulur. Deməli, bu gün sözün kökü olacaq. Belə olur da, bu söz mürəkkəb sözdür. Bu söz leksik söz deyil. Düzəltmə söz deyil. İndi bunu da izah edəcəm. Bugünkü sözü deməli nə olacaq? 2 dənə kök olacaq, 2 dənə olacaq, leksik şəkilçisi olacaq və buradakı istifadə olunan 2 üstü 4 şəkilçisidir. Yadınızda saxlayın ki, adətən zərflərə və adlara qoşulan 2, bax bunu bir yerə qeyd eləyin. Gözünüzü tökəcəm sizin. Adlara qoşulan 2 nə olur? 2 üstü 4. Amma feillərə qoşulan 2 nə olacaq? Q olacaq. Yəni ki, bax məsələn seçki sözü. Seçki. Seç sözün kökü 2 leksik şəkilçi. Sən buna gətirib 2 üstü 4 deyə bilməzsən. Bu şəkilçi nədir? Q üstü 4-dür. Başa düşdünüz? Niyə? Çünki feilə qoşulubdur. Seç sözünə qoşulubdur. Və yaxud da bitki sözüdür. Bitki. Başa düşdünüz? Buradakı 2 nədir? Q-dır. Yaxşı? Okay. Daha sonra nələr qaldı? Nə kimi problemli məqamlar qaldı? Uşaqlar, belə bir söz ola bilər. İndi sözün quruluş növlərinə gələk biraz. Sözün quruluşda deməli 3 növ var. 1. Sadə sözdür. 2. Düzəltmə. 3. Mürəkkəb. Sadə söz nədir? Sadə söz kök və yaxud da kök. Sözü belə yazdım. Kök qrammatik şəkilçisi olan hissəsidir. Məsələn, tutaq ki, get sözü. Nədir? Sadə söz. Niyə bir kökdən ibarət? Və yaxud da tutaq ki, gəlmək sözü. Gəl sözün kökü maq nədir? Qrammatik şəkilçilərdir. Başa düşdünüz? Düzəltmə söz nədir? Düzəltmə söz. Kök leksik şəkilçisi olan hissədir. Kök və leksik şəkilçisi. Bu bir leksik şəkilçisi ola bilər, 2 leksik və yaxud da kök, leksik, qrammatik də ola bilər. Yəni sözdə hökmən nə eləməlidir? Sadə söz. Bunu belə deyək də. Sadə söz plus nədir? Leksik şəkilçi. Nə deyirəm? Sadə söz plus leksik şəkilçi. Məsələn, tutaq ki, deyirəm ki, oxutmaq sözü. Oxutmaq sözü. Oxu sözün kökü t, leksik, maq nədir? Qrammatikdir. Buradakı t sözün kökünə sadə sözə qoşulan nədir? T, leksik şəkilçidir. Sadə sözə qoşulan leksik şəkilçisi nə olur? Düzəltmə söz əmələ gətirir. Uşaqlar, nəyə görə sadə söz deyirəm? Bax, məşhur bir söz var. Məsələn, xoşbəxtlik sözü. Xoşvaxtlıq, xoşbəxtlik sözü. Hər kəsə aid deyil də bu. Bax, xoşbəxtlik sözünü adətən gedir bizim yoldaşlar nə edir? Bu leksik şəkilçisini görüb bunu gedir düzəltmə götürür. Amma düzəltmə söz deyil. Niyə? Çünki bu söz xoş və bəxt sözüdür. Başa düşdünüz? Mürəkkəb sözdür. Mürəkkəb söz plus leksik şəkilçisi olanda nə olur? Yenə də mürəkkəb söz olaraq qalır. Deməli, buradan belə bir nəticə çıxır ki, deməli, sadə plus leksik olanda bərabərdir düzəltmə olur. Başa düşdünüz? Düzəltmə plus leksik olanda bərabərdir yenə düzəltmə olur. Məsələn, tutaq ki, düzgünlük sözü. Düzgünlük sözü. Düz sözün kökü olur leksik. Bir də mürəkkəb söz plus leksik şəkilçisi olanda bərabər nə olur? Mürəkkəb söz olur. Yəni buradan belə bir nəticə çıxır ki, testlərə düşə bilər. Leksik şəkilçi hər zaman sözün quruluşunu dəyişmir. Başa düşdünüz? Nə ilə bilir? Leksik şəkilçi hər zaman sözün quruluşunu dəyişmir. Məsələn, sən bunu düzgünlük sözündə də düzgünlük sözündə də sübut elədin. Niyə? Düz sözün kökü cin leksik, lıq leksik. Zaten leksik şəkilçinin üstünə qoşulan leksik şəkilçi yenə də nə olacaq? Deməli, leksik şəkilçinin üstünə leksik şəkilçi qoşulubsa və sadə sözü qoşulubsa yenə də nə olacaq? Düzəltmə söz olacaq. Başa düşdünüz?
Uşaqlar, bax, qəbula belə bir sual düşmüşdü. Gəl belə bir şey deyək. Elə bunu yerlənəcək sözünün üzərində deyək də. Məsələn, yerlənəcək. Keçən ilin buraxılış imtahanında səhv eləmirəmsə düşmüşdü. Dəndir. Aha, yel sözün kökü, yel sözünə yellə, yellən, yellənəcək, dəndir şəklində ola bilər. Aha, uşaqlar, bax, 1 qoymuşdular, 2 qoymuşdular, 3 qoymuşdular, 4 qoymuşdular, 5 qoymuşdular. Bir də A variantına gətirib belə bir variant qoymuşdular. 4, 5. Aha, bax, uşaqlar, belə bir sual var idi. Yellənəcəkdəndir sözündə hansı şəkilçilər sözün quruluşunu dəyişmir? Hansı şəkilçilər sözün quruluşunu dəyişmir? Və A variantına gətirib 4-5-i qoymuşdular. E variantına da gətirib qoymuşdular. Məsələn, tutaq ki, o zaman belə bir sual sorarlar. B variantı. Tutaq ki, yalnız 1. C variantı. Tutaq ki, 1, 2, 3. D variantı. Tutaq ki, 3, 4. E variantı. Tutaq ki, 1, 2, 3, 4. Uşaqlar, sənə desə ki, hansı şəkilçi sözün quruluşunu dəyişibdir? O dəqiqə nə edirsən? Baxırsan. Yel sözünə baxdın. Elə yel sözündən yerlə əmələ gəlibdir. Bax, yel sözü nədir? Sadə sözdür. Sən buna lalə qoşanda nə olur? Bu söz düzəltmə olur. Deməli, burada. Deməli, yalnız və yalnız birdə. Yəni, lalə şəkilçisi nədir? Sözün quruluşunu dəyişibdir. Başa düşdünüz? Sənə gətirib 1, 2, 3 verəcək. Bax, gəlin məntiqlə fikirləşək də. Bax, yel sözündən yerlə əmələ gəldi, sözün quruluşu dəyişdi. Lalə şəkilçisinin üstündən nə əlavə elə? Yellən söz oldu. Sözün quruluşu dəyişdimi? Yox. Yenə də düzəltmə olaraq qaldı. Və yaxud da yellənəcək cək əlavə elə. Deməli, sözün quruluşunu dəyişdimi? Yenə də düzəltmə olaraq qaldı. Yəni, sözün quruluşunu nə dəyişir? Sözün quruluşunu, deməli, birinci leksik şəkilçisi dəyişir. Sadə sözdə birinci leksik şəkilçisi dəyişir. Sənə desə ki, hansılar sözün quruluşunu dəyişməyib? Onda, məsələn, tutaq ki, belə bir sual olmuşdu. Tutaq ki, yellənəcəkdəndir sözündə sözün quruluşunu dəyişməyə şəkilçilər. Onda sən nə edəcəksən? Onda sən 2, 3, 4 və 5 şəkilçisin. A variantına gətirib burada 4-5-i qoyublar. Sən bunu tezbaza qrammatik şəkilçiyə qaçırsan. Hə, qrammatik şəkilçi sözün quruluşunu dəyişə bilmir də, deyirsən. Okey, mən də razıyam. Amma gəlin baxaq görək hələ. 2 sözün quruluşunu dəyişdimi? Yox. 3 sözün quruluşunu dəyişdimi? Yox. 4-5 də aydın məsələdir ki, dəyişə bilmir. Başa düşdünüz? Bir də uşaqlar, bəzi testlərə düşən sözlər var ki, uşaqlar bunu adətən nə edir? Leksik şəkilçi kimi, düzəltmə söz kimi götürürlər. Bax, bunları qeyd edin. 1. Qaldırmaq sözü. Qaldırmaq. Aha, qal sözü var dilimizdə normalda. Amma qalla qaldır arasında məna bağlılığı olmadığı üçün bu söz nə olacaq? Sadə söz olacaq. 2. Sıxıntı sözü. Yox, sıxıntı deyirəm, sarsıntı. Sarsıntı. Uşaqlar, sarsıntı sözü sadə sözdür. Sars, ay müəllim, dilimizdə sars sözü var da. Gedib türklərdən, türk seriallarından. Ben çox sarsıldım. Gedib türk seriallarından söz götürməyin. Sarsıntı sözü nədir? Sadədir. Buna uyğun olaraq dağıntı sözü var. Dağıntı. Sadədir. Başa düşdünüz? Dağ sözündən dağıntı əmələ gəlmir. Çünki məna bağlılığı yoxdur. Dağ haradır, dağıntı nədir? Və yaxud da dağılmaq sözü. Dağılmaq. Söz sadə sözdür. Başa düşdünüz? Maq nədir? Qrammatikdir. Və yaxud da bir söz də var idi. Xatırlamaq. Xatırlamaq. Aha, şeydə Qurtlar Vadisində hatırla nə bilim nə olmaz. Aha, sadə sözdür. Başa düşdünüz? Xatırlamaqdır, bağışlamaqdır. Bağışlamaq. Bağış sözü yoxdur dilimizdə. Bağışladır. Başa düşdünüz? Sadə sözdür. Və yaxud da yanaq sözü. Yanak. İnsanın yanağı mənası var.
Yanak. Yanak sözü nədir? Sadə sözdür. Uşaqlar, bir də elə söhbət düşmüşkən deyim, aq şəkilçisi, aq şəkilçisi. Aq şəkilçisi həm leksik ola bilər, həm parçalana bilən şəkilçi ola bilər, ki, qrammatik şəkilçi ola bilər, bir də parçalana bilməyən şəkilçi ola bilər. Məsələn, isim düzəldən şəkilçi olduqda, məsələn, tutaq ki, nə deyək, yataq sözü deyək. Yatak. Aha, yataq sözü çarpayı mənasını ifadə etdikdə, yataq aldım mənasını, çarpayı mənasını ifadə etdikdə yat sözünün kökü olacaq, aqn olacaq, leksik şəkilçi olacaq. Sən bunu əmr şəklində işlətsən, gəl yataq mənasını, gəl yataq. Yataq. Elə yazdıq, heç yatmadın, yuxum qaçdı. Yataq. Gəl yataq mənasını ifadə etdikcə yat sözünün kökü olacaq, aqn olacaq, əmr şəklində olanda bir qrammatik şəkilçi. Amma kaş yataq mənasını ifadə etsə, bu yataq şəklində olacaq. Başa düşdünüz? Buna uyğun olaraq qorxaq sözü var. Qorxaq sözü də bu kimi sözlərdən biridir. Bunda deyək, qorxaq sözü. Qorxaq. Qorxaq sözünü də elə yazdım, qorxdum. Qorx sözünün kökü olacaq, aq şəklində ola bilər. Kaş qorxaq mənasını ifadə etsə, kaş müəllimdən qorxaq. Amma hardadır, nerdə? Şagirdlər müəllimdən qorxur. Daha sonra, qorxaq sözü, qorxaq. Sifət mənasını, qorxaq adam mənasını ifadə etsə, bu söz leksik şəkilçi olacaq. Yəni bir leksik şəkilçi olacaq. Bir də gəl qorxaq mənasını ifadə etsə, gəl müəllimdən qorxaq mənasını ifadə etsə, qorxaq. Aha, qorx sözünün kökü aqn olacaq, bir qrammatik şəkilçi kimi gələcək. Başa düşdünüz? Yəni aq şəkilçisi parçalana bilən şəkilçilərdir. Qorxaq və yataq sözlərində leksik şəkilçi olur, amma digər sözlərdə həm arzu şəklində, həm də əmr şəklində işlənə bilər. Daha sonra nə qalmışdı? Bir də belə bir şey ola bilər uşaqlar. Yazdır sözü. Yazdır. Emajem test topluluğunda bu söz var. Yazdır sözünü, məsələn, sənə bu şəkildə versə, desək ki, bu söz amonimdir, bu söz amonim deyil. Niyə? Yadınızda saxlayın ki, dır şəkilçisi əgər leksik şəkilçi mövqeyində, yəni feildən feil düzəldən şəkilçi olduqda, o rısı düşməyəcək. Başa düşdünüz? Sənə bu şəkildə versə, yazdı şəklində versə, yazdı şəklində versə, sən bunu amonim söz kimi götürə bilərsən. Məsələn, bir tutaq ki, yazdır mənasında, yazdır paizdir və dır şəkilçisi xəbərli şəkilçi mövqeyində olanda dırın rısı düşür, tələffüzdə dırın rısı düşür. Məsələn, yazdı şəklində, bax bu şəkildə olur. Başa düşdün? Deyirsən, indi yaz, tutaq ki, deyirəm ki, yazdı. Yəni yaz fəsli mənasında ifadə. Bir də yazdı şəklində, yazdı. Məsələn, tutaq uşaq yazını yazdı. Bu şəkildə ola bilər və bu da nədir? Keçmiş zaman şəkilçiləridir. Amma sənə yazdır sözünü tələffüzdə versə, elə məsələn tutaq ki, yazdır verə bilər. Məsələn, tutaq ki, deyə bilərəm ki, oxutdur. Oxutdur. Oxutdur sözündə deməli nə olacaq? Buradakı nə olacaq? Dır leksik şəkilçi olacaq. Niyə? Çünki tələffüzdə dırın leksik şəkilçi olarsa tələffüzdə onun rısı düşməyəcək. Amma şəxs xəbərli şəkilçi mövqeyində olduqda tələffüzdə nə eləyəcək? Düşəcək. Məsələn, tutaq ki, kitabdır sözündə kitabdır yazılır. Necə tələffüz olunacaq? Özünüz deyin görüm elə. Kitabdır şəklində tələffüz olunacaq. Başa düşdünüz? Yaxşımı? Başqa nə problemli məqamlar qaldı? Lanət edik. Bir də uşaqlar. Yanaq sözünü də sən iki cür başa düşə bilərsən. Yanaq. Biri var, insanın yanağı mənasında olanda, ay müəllim, yandadır da, bax, şeydir, bu sözdə qaydadan bir növ kənar çıxır. Yadınızda saxlayın ki, uşaqlar. Yanda, deyirsən, çox vaxt uşaqlara elə gəlir ki, yanaq adətən insanın yan tərəfində olur da. Niyə yandan yanağa əmələ gəlmir? Bax, yadınızda saxlayın ki, bu söz nədir? Sadə sözdür. Başa düşdünüz? Bir də yanaq. Yanaq. Gəl yanaq mənasını ifadə etsə, o zaman nə olacaq? Əmr şəklində olacaq, bir gedəcək. Kaş yanaq mənasını ifadə etsə isə ağ və q niləcək, parçalanacaq. Uşaqlar, bir də belə bir asan məqam var, asan yol var. Bax, yadınızda saxlayın ki, bax, bu dediyim söz feillərə aiddir. Sən harada feil gördünsə, ona bir mamə şəkilçisi artır. Məsələn, tutaq ki, indi belə bir söz deyək. Məsələn, tutaq ki, oxutdur. Oxutdur yazdım. Oxutdur sözü. Bax, yadında saxla ki, oxu sözün kökü t leksik, dır leksik. Bax, gördünüz ki, söz feildir və sözü köy və şəkilçiyə ayıra bilmirsən. Onda nə edəcəksən? Onda sözə bir mamə şəkilçisi artıracaqsan. Məsələn, tutaq ki, deyirəm ki, oxutdur
ma. Bax, yadınızda saxlayın uşaqlar. Mamədən bu tərəfə olanlar, bax, asan yol sizə deyirəm. Mamədən bu tərəfə olanlar leksik şəkilçilərdir. Bu tərəfə olanlar isə nədir? Qrammatik şəkilçilərdir. Bunun da səbəbi odur ki, feilə birinci qoşulan şəkilçi birinci qoşulan qrammatik şəkilçi hər zaman mamə şəkilçisidir. Və bütün feillər də inkarda işlənə bildiyi üçün bütün feillərə mamə şəkilçisi gedir. Məsələn, tutaq ki, deyirəm ki, işlədin sözü. İşlədin sözü. Bax, işlədin sözündə, bax, tutaq ki, deyirəm ki, siz Arifi işlədin. İşlədin. Aha, siz Arifi işlədin. Gəlin biz bunu inkarda işlədik. Siz Arifi işlətməyin. Aha, gördünüz? Bax, o zaman nə oldu? Bax, bütün problemlər üzə çıxdı. İş sözün kökü lalə. Bax, normalda sən bu sözü şey eləyə bilmirsən da, kökə şəkilçiyə ayıra bilmirsən. Aha, onda nə oladı? Bax, siz Arifi işlətməyin deyirsən, t leksik, mamədən bu tərəf olanlar nə olur? Leksik olur. Bu tərəf olanlar nə olur? Qrammatik şəkilçi olacaq. Bir də deyirəm ki, sən bu gün çox işlədin. Sən bu gün çox işləmədin. Aha, bu o zaman nə olur? İşləmədin. Gördün? İş sözün kökü lalə leksik, mamə qrammatik, mamədən bu tərəf olanlar nə olur? Qrammatik şəkilçi olacaq. Başa düşdünüz? Aha, sözdə hardakı sözdə feil gördünüz, hardakı feil gördünüz, o zaman nə edirsiniz? O zaman deməli sözü bir dənə inkar şəkilçisi artırırsınız. Bunu da bir növ əlinizdə zapas tuta bilərsiniz. Belə uşaqlar, enişöylü sözlər qaldı. Enişöylü sözlər haqqında da videomuz biraz çox oldu. Enişöylü sözlər haqqında da daha sonra daha öncəki videolarımızda baxarıq. Bir də gəlin baxaq biraz nəyə? Gəlin biraz baxaq testlərimizə. Məsələn, hansı testlərə baxaq? Testlər haradaydı məndə? Bir dəqiqə gözləyin. Məsələn, tutaq ki, Azərbaycan dil birincisi test toplusu baxaq. Biraz baxaq testlərə. Testlər üzərində də işləyək. Məsələn, bax, 196-cı testdə deyir ki, hansı söz həm bu şəkildə, həm də bu şəkildə verilə bilər. Hansı söz uşaqlar sizcə? Bax, elə testdə demişdik, bayaq izahda demişdik. Təbii ki, qaçaq sözüdür. Aha, bax, qaçaq sözündə, qaçaq sözü. Mən də buna qorxaq demişdim də. Bax, qaçaq. Qaçaq adam mənasını ifadə etsə, tutaq ki, qaçaq nədir? Qaçaq sözü o zaman nə olacaq? Qaç sözün kökü sifət kimi olacaq, leksik şəkilçi. Gəl qaçaq mənasını ifadə etdikdə əmr şəklində olan feil kimi olacaq. Bir də kaş qaçaq mənasını ifadə etdikdə o zaman nə olacaq? Qrammatik şəkildə bu şəkildə olacaq. Başa düşdünüz? Okay. Daha sonra nədə problemim var? Aha. Bax, məsələn, uşaqlar, bax, səsləndirməyibdir sözündə tərkibində işlənmişdi. Bax, mamə şəkilçisi var. Mamədən bu tərəf olanlar nə olur? Mamədən bu tərəf olanlar leksik olacaq. Səs sözünün kökü. Elə səs sözündən səsləmək. Bax, lanilən demişdim, parçalana bilər. Elə səsləmək deyə bir söz var. Var. Səslən, dir, leksik, mə qrammatik, y bitişdiricidir, ib qrammatik, dir nədir? Qrammatikdir. Deməli, bu sözdə 3 qrammatik, 3 leksik şəkilçi var. Cavabımız C variantıdır. Aha, bax, deyir ki, uşaq incidilmişdir sözündə feilin tərkibi. Bax, görsən, incidilmişdir sözü var da. İndi sən bunu gəl inkarda işlət. İncidilmişdir. Elə, aha. İnci sözün kökü. İncimək sözüdür da, elə. İnci sözündən, bax, uşaqlar, normalda incit sözüdür. İncit. Normalda bu söz incit sözüdür. İncitmək deyə bir söz olduğuna görə və bu normalda incit sözündən sonra saitlə başlayan şəkilçi qoşulduğu üçün bu da nəyə çevrilibdir? T-ya çevrilibdir. Aha, deməli incit, il, mə, mişdir. Deməli, inci sözün kökü, bax, mışdan bu tərəfə olan nə olacaq? Leksik olacaq. İnci sözündən incit, il, miş,
leksik-dir. Deməli 2 leksik, 2 qrammatik şəkilçi olacaq. Deməli cavabımız nə olacaq? 2 leksik, 2 qrammatik D variantı. Daha sonra Daha sonra deyir ki, feilin tərkibindən tərkibi ibarətdir. Feilin tərkibi nədir? Hallandırılmışdır sözü. Aha, hallandırılmışdır, hallandırıl, bax, manı bura qoşsan. Elə, deməli, mada bu tərəf olanlar nə olacaq? Qrammatik, elə sən bunu ayırırsan. Bərbaşdan hal sözün kökü. Hal sözündən hallamaq deyə bir söz var, hallamaq yoxdur. Onu nə edəcək? Lan bir gedəcək. Dır şəkilçisinə, dıra, maq qoşursan, hallandırmaq var, var. Dır, leksik, ıl, leksik, mış qrammatik, dır qrammatik. Deməli 3 leksik, 2 qrammatik. Harda var? D variantında var. Aha, alçaldıcıdır sözü. Gəl baxaq indi. Bax, alça sözündən alçal əmələ gələrmi? Yox. Deməli sözün kökü nədir? Alçald, alçaldı, alçaldı sözün kökü. Alçal, alçaldı. Bax, normalda bu, nədir? Alçaltdır. Sadəcə d-dan sonra ı gəldiyi üçün nə olacaq? I deməli nə olacaq? Parçalanmayacaq. D deməli parçalanacaq. I-cı leksik, dır nədir? Alçaldıcıdırmaq deyə bilirsən? Yox, deyə bilmirsən. Deməli dırına götürəcəksən, qrammatik götürəcəksən. Başa düşdünüz? Uşaqlar, bir də belə bir söz var. Bax, qorxudan sözü deyək də. Qorxudan. Aha, qorxudan sözünü sən iki cür başa düşə bilərsən. Bax, bir qorx sözün kökü. Qorxu da ola bilər, anqrammatik ola bilər. Bir də qorxudan. Qorx sözün kökü. Qorx sözündən qorxu, qorxudan. Sən bunu isim kimi işlətdikdə, isim kimi işlətdikdə qorx sözündən qorxu əmələ gəlir. Elə, əmələ gəldiyi üçün və danda nə olur? Çıxışlı xal şəkilçisi olur. Amma feil kimi işləndikdə, bax, qorxunmaq deyə bir söz yoxdur ki, yoxdur. Elə, onda deməli nə eləyəcək? Id bir gedəcək. Yaxşı? Daha sonra gələk nəyə? Məsələn, biraz qabaqlara gedək. Məsələn, baxın, qaldırıcı sözünü bayaq demişdim. Qaldırıcılardan sözündə. Qaldı mı sözün kökü? Yox, qaldırdı. Qaldır sözündən qaldırıcılardan. Gördünüz? Bitişdirmişdir. Bit sözündən bitiş əmələ gələcək. Bitişdən bitişdir. Çünki mək artıra bilirsən. Mişdir. Bitişdirmişdir. Bitişdirməmişdir. Görürsən? Maməni bura artırırsan. Bu tərəf olanlar nə olacaq? Leksik, qrammatik olacaq. Daha sonra dağılışlıq sözü. Bax, bayaq izahda demişdim. Dağıldı sözün kökü. Iş, dıq şəkilçisini nə edəcəksən? Görürsən, nə edəcəksən? Parçalayacaqsan. Daha sonra qocalmazsan sözü. Aha, qoca sözün kökü. Qocadan qocal əmələ gələr. Maz. Bayaq demişdim, yadınıza gəlir. Nə edəcəksən? Parçalayacaqsan. Azsan. Gördünüz? Parçalandı. Daha sonra tələbkarlığınız sözü. Tələb sözün kökü. Tələb sözü var da. Kar, leksik, lıq, leksik, ınız. Qrammatik. Yəhərlənmişdir sözü. Yəhər sözün kökü. Yəhərləmək var, var. Mişdir. Gördünüz, uşaqlar. Uşaqlar, bir də bunu deyim. Laq şəkilçisi var. Laq şəkilçisi. Laq şəkilçisi mövcud vəziyyətə görə həm parçalana bilir, həm də parçalana bilmir. Həm bu şəkildə görür, həm də bu şəkildə. Yadınızda saxlayın ki, yer mənalı sözlərə qoşulduqda, məsələn, tutaq ki, yaylaq sözüdür, yaylaq və yaxud da qışlaq, otlaq, bir dənə istisna məqam udlaq sözüdür ki, udlaq. Bunlarda yer mənalı söz plus bir də laq şəkilçisi udlaq sözündə laq parçalanmır. Qışlaq. Deməli, nə edəcək? Laq bir qışlamaq deyə bir söz yoxdur. Otlaq ot sözündən otlaq əmələ gəlir. Ud sözündən udlamaq deyə bir söz yoxdur. Amma digər, məsələn, tutaq ki, nə deyək? Laq. Məsələn, çatlaq sözü. Çatlaq. Çat sözündən çatlaq. Gördünüz, bu mövqedə parçalanacaq. Başa düşdünüzmü?
Daha sonra elə bir şəkilçi qaldımı? Elə bir şəkilçi. Bir də söz ola bilər ki, ın şəkilçisi ola bilər. In şəkilçisi həm leksik ola bilər, həm də qrammatik şəkilçi ola bilər. Əslində şəkilçilər çox deyil uşaqlar. Söz yaradıcılığını yazmaqla bitirmək olmaz. Bax, əkin sözündə. Bax, əkin səpin mənası. Tutaq ki, deyirəm ki, əkin başladı. İsim mövqeyində işləndikdə bu söz nə olacaq? Leksik şəkilçi olacaq. Bir də sifət düzəldən şəkilçi ola bilər. Bu yeganə sözdür ki, ilkin sözüdür. İlkin. İlk sözündən ilkin. Sifət düzəldən şəkilçi də mövqeyində işlənə bilər. Yəni leksik də ola bilər. Bir də tutaq ki, deyirəm ki, gedin taxılı əkin. Bu zaman əmr şəklində olduqda əkin nə olacaq? Qrammatik şəkilçi olacaq. Və yaxud da tutaq ki, deyirəm ki, sənin kitabın. Kitabın. Kitab sözündən ın. Həm liyəli çarşəkilçisi, həm də mənsubiyyə şəkilçisində işlənə bilər. Daha sonra. Bir də uşaqlar. Bura tez-tez düşən sözlər var. Məsələn, tutaq ki, sevinç sözü var. Sevinç sözü var. Daha sonra sevinç sözü var. Sevinç sözü var. Daha sonra bu sevinç. Sevinci ilə yazdıq. Sevinç məndən inciyəcək. Sevinç. Daha sonra sevimli. Sevimli. Sevda sözü var. Sevda gəldi başıma. Sevimsiz sözü var. Bax uşaqlar. Bu söz yadınıza saxlayın ki, sev sözündən sevin əmələ gəlmir. Niyə? Çünki bunun da belə bir dilçilər belə yazır ki, hər sevən sevilmədiyi üçün sevin sözü nə olacaq? Sadə söz olacaq. Testlərə tez düşür. Deməli buradan uyğun gəlir ki, sevin sözündən sevinc olacaq. Sevin sadə sözdür. C da nədir? Leksik şəkilçidir. Sevimli sözündə isə uşaqlar, sev sözündən sevimli. Başa düşdünüz? Sevim sözü sevimli. Normalda sev sözündən sevimli bu şəkildə olmur. Çünki l üstü 4 şəkilçisindən uşaqlar əvvəl qrammatik şəkilçi gələ bilmədiyi üçün sevimli sözü nə olacaq? 1 götürüləcək. Ay müəllim, sevimsiz sözü necə olacaq? İmsiz. Başa düşdünüz? Sevda sözü də uşaqlar sadə sözdür. Niyə? Çünki bu ərəb dilindən bizə qoşulmuş sözdür. Əslində bu söz sövda sözüdür, sövda. Sadəcə dilimizdə ö eynən əvəz etdiyi üçün və hazır şəkildə dilimizə gəldiyi üçün bu söz nə olacaq? Sevda şəklində olacaq və sevdanın kökü elə kök şəklində olacaq. Yəni parçalanmayacaq. Başa düşdünüzmü? Sən niyə imli şəkilçisini parçalaya bilməzsən? Sən evdəki sözündə, evdəki sözündə mövcud məktəb proqramına görə Bakı şəkilçisini bir götürən adamsan. Niyə bəs sevimli sözünü götürməyəcəksən? Götürə biləcəksən. Başa düşdünüz? Evdəkidir, küçədəkidir. Bu kimi sözlər də uşaqlar parçalanmır Bakıdakı şəkilçisi. Yaxşımı? Başqa mənə elə gəlir ki, elə bir vacib məqam qalmadı. Əlimdən gəldiyim qədər köməklik eləməyə elədim uşaqlar. Videomuzu bəyənməyi, altına yorum yazmağı unutmayın. Sağ olun. Gələn videolarda inşallah görüşərik.